O tərəfdə nənəmin sərətanı var idi. Çox xəşlədim. Mərhaba oğullara ki, nənələrinə məhəbbət eləyirlər, atalarına məhəbbət eləyirlər. 10 seri apardın döhtürə yorulma, ha 100 seri apardın yorulma. Bəran ki, sən bir seri başını arayanda o 40 seri yuxudandır, o şirin yuxusundan nəzir eləyib Allah'ımın eşdad olmayaydı. Deyir, nənəm apardım döhtürə, döhtür cavab elədi. Dedim, nənə, hələ bizim sahabımız var, sən aparıram İmam Rızanın xidmətinə, qorxma. Nənə, vəzifəm döhtür aparmadı, apardım, indi ki sənə dərman olmadı, aparıram İmam Rıza məhzərinə. Bizim imamımız var, ağamız var, əgər ölüyə baxa dirildər, deyir, nənəmi götdüm, bilet aldım, apardım Məşhəd-i Müqəddəsə. Qızıl Səqqaxananın yanında, oradakı mərizlər oradadılar, apardım, nənəmi qoydum ora, dedim, nənə, mən gedirəm hotelə, bir gün sən o İmam Rıza. Bir İmam Rıza ilə bir doyuncan danış, öz dərdi və dərman al, gəlim səni götürüm, çıxaq gedək. Getdim, istirahatımı elədim, sabah gəldim. Gördüm, nənəm söyünür. Dedim, nənə, nə xəbər? Niyə bildin? Dedi, İmam Rızanı ağladım, gəldi yuxuma. Buyurdu, sənin məndən bir hacətim var, istə. Nə mən istəyirsən, bir dənə hacət. Dedim, oğlumun uşağı olmur. Ona bir uşaq verəsən. Dedim, nənə, mən səni gətirmişəm, sərətan və dərman alasan. Nənə, Allah mənə də qahatırdı. Dedi, bala, yox da, mən ömrümü eləmişəm. Mən ömrümü eləmişəm. İstədim sənə bundan uşaq istəyəm. Sənə dərman istəyəm. Özüm də istəmirəm. Özüm də ömrüm soğuşub. 5-10 ildə qaldım, qalmadım, elə mühümmi deyil. Bala kopunun xəşlədi balasına. O nənə o cürdü, ha, kopunun xəşlədi balasına. Mənə xatir yatmayan nənə layla, məni gözdən atmayan nənə layla, məni gözdən atmayan nənə layla. Qəmündə göz yaşımı yaxaram,